Bizim buradan gedən hamısı Türkiyədə bilsə necə işləyirlər? Çox böyük və zadda işləyirlər. Ən qabiliyyətli alimlər bizdədir. Nəşir müəllim, tibb elmləri namizədisiniz, amma adətən mətbuatda fərqli mövzularla da gündəmə gəlir. Sosial mövzularla, ailə daxili problemlərlə. Məsələn, bir fikrinizi xatırlayıram ki, demişdiniz, arvad-ağız kişilərdən yaxşı ailə başçısı ola bilməz. Ola bilməz. Anladım. Nə səbəbdən bu tip fikirlərlə daha çox gündəmə gəlməyə çalışırsınız? Mən heç vaxt oraya getmək istəmirəm. Mən zorla aparırlar. Sizin məni maşınla gətirəndə gördülər. Biri zorla hələ mənim başqa space-ə çağırırlar bu dəqiqə. Vaxtım yoxdur mənim. Mən kitab yazmışam. Kitabıma sponsor axtarıram ki, onu çapa yazıram. Bu kitab mənim tələbələrimə, mən ölüb gedəcəm. Pul tapanmasam, onu internetə verəcəm və mənim 12 dənə mühazirəm, ən çətin mövzular, məsələn, rezus faktordur, rezus konflikt necə olur, niyə uşağa qalmır qadın səbəb və yaxud da EKG-nin oxunması, bizim elə bilsən çox oxuyan birilə, yalanla bizə nəyi bilirlər? İnfarkt xəstəliyinin EKG-sini bilirlər, belə krivoy belə alınır, belə cizgi alınır. Amma mən onların hamısını bir-bir aydınlaşdırmışam və tələbələrin xahişi ilə, özlərinin təkidi ilə çəkiblər və lentə alınıb və kitabın da arasına qoyulacaq, veriləcək. Əgər bunlar bu çıxsa, tələbə gördüm, pul tapanmıram, çıxarda bilmirəm kitabı, internetə qoyacağım, hamısını qoy tələbələrim, mən oxusun bilsin. Mən xalqıma xidmət edirəm, mən vətənimi sevirəm, mən tələbələrimi çox sevirəm, onlar da məni istəyirlər. İndi nə dərəcədə bilmirəm, mən onları çox sevirəm, öz evlatlarım kimi böyüdürəm onlar. Onlar bir sənə kişidirlər, məndə oxuyan bir sənə tələbələr var. Məndə elə tələbələr var, müəllimlərdən çox bilir, sən elə bilməyəcək, mənim tələbələrim var, onlarla fəxr edirəm. Onlar dərsə gəlməsə, mən dərs deyə bilmərəm, inanmırsınız. Bir vaxtlar efirdə daha tez-tez görünürüz, amma son vaxtlar azalıb, çıxışlarınız azalıb. Bilirsiniz nə tələbələr? Qadağa mı qoyublar? Yox, heç kəs qadağa qoyamazlar mənə. Mən çünki qadağa qoya bilməzlər, mən Azərbaycanımı heç kəs məni qədər sevə bilməz. Heç sən də sevə bilməzsən, burada oturanların heç biri sevə bilməz. Məni, Azərbaycanı sevdirən, xalqımı sevdirən mənim institut müəllimlərim olublar. O müəllimlər Heydər Hüseynov olub, siz bilmirsiniz. O müəllimlər nələr danışırdı? Sovet dövlətinin yeni qurulan vaxtında gəlirlərmiş bağa, Bakı bağlarına hər elmdən olan adam, başçı adamları, Üzeyir Hacıbəyov olub, bütün də Cəfər Cabbarlıya 1930-cu ildə Sevil operasını zorla yazdırıblar. Nə qədər çadıra görmək olar bu Bakıda, başı çadıralı qadın. Yoldan gələndə mən danışdım, Nərmanovun başına nələr gəlib, nələr olub. Bunlar böyük adamlar olublar, Azərbaycan birdən-birə belə olmuyor, qızım. Orta Asiyada elə zad var ki, onlar öz dilində kitabları yoxdur. Bizim ölkəmizdə öz dilimizdə kitablarımız da var, saxlanılıb. Çünki bizdə Heydər Hüseynov kimi filosof olub. Onlar onları yığırmış bağa, hamısı bağda. Sən cərrahiyyəni inkişaf elətdirsən, terapiyanı, sən uşaq xəstələrini, sən onu bilirsənmi ki, Azərbaycan dilində əlifbanı yazan həkim olub. Sən hələ bilmirsən. Sən bilirsənmi ki, nələr olub bazar? Azərbaycanda böyük insanlar olublar. Bunlar Azərbaycanı inkişaf elətdiriblər, canlarını qoyublar. Onlar o bağda oturmaqla oturmurlarmış, onlar gecə-gündüz işləyirlərmiş o bağda. O bağda necə elə ki, şərqdə ilk müsəlman ölkəsi olan Azərbaycana bütün respublikalardan yüksəyə qaldıraq. Onlar gecə, o müəllimlər mənə dərs deyiblər. O müəllimlər necə dərs deyirlər? Yazıqların yarım saat privi olurdu, sigaret çəkməyə qoymurduq biz onu. Ondan alırdıq. Elə müəllimlərimiz olub. Bizim onda 70 yaşları, 75 yaşları, 65 yaşları var idi. Onlar o Sovet dövlətinin 30-cu illərini, 25-ci illərini görmüşdülər. Mən 55-ci ildə Bakıya gəlmişəm. 55-ci ildən bəri onlar nələr ediblər? Xalqına necə xidmət ediblər? Mən niyə qoymasınlar efirə nə üçün? Məni qədər xalqını sevən, məni qədər vətənini sevən, məni qədər dövlətini sevən, məni qədər dövlətçiliyi sevən. Bilirsən, mənim oğlum, mən sizə bir əhvalat söyləyəcəm.
Buyurun. Sovet dövrü idi. 1988-ci ildir. Mənim oğlum gəldi, 5-ci sinifdə oxuyur, tarix keçirlər bunlara. Sən demə, Hollandiyada qutaran Fuad adlı bir oğlan bunlara dərs deyir. Deyir ki, Ruslar bizi işğal eləyib. Bizim dövlətimiz yoxdur. Oğlum gəlib deyir ki, papa, bizim dövlətimiz yoxdur. Ata, bizim dövlət yoxdur. Deyirəm, oğlum, niyə yoxdur? Azərbaycan Sovet Sosialist Respublikası. Bu uşaq bundan getdi. Gedər deyər ki, nə bizim dövlətimiz var, Azərbaycan Sovet Sosialist. Deyir, yox, o Respublikada, o biz Rusu işğal edib bizim vətənimizi. Axırı o açıq danışıb belə. Gəldi mənə, gəldim içəri, dedi ki, baba sən düz demirsən, Rusiya bizi işğal edib, bərkdən qışqırma, Sovet dövrüdür. Otağa saldım, heç kəsə eşitməsin, bacın, anan eşitməsin, oturur. Dedim, oğul, bizim dövlətimiz olacaq. Dedim, onda balaca bir dövlət olarıq da biz, Azərbaycan balacadır. Oğlum dedi, papa, Lüksemburg 1 milyondur. Vatikan neçə mindir? San Marino 300 mindir. Nə bilim, belə dövlətlər heç bir adamı... Yəni, siz Rusiyanın tərkibində olmağınızı dəstəkləyirdiniz. Yox, o istəyir ki, bizim ayrıca dövlətimiz olsun. Dedim, oğul, bizim dövlətimiz olacaq. Ola bilsin, onu mən görməyəcəyim. Ola bilsin, sən də görməsən. Ola bilsin, sənin evladın da görmə, amma bizim ayrıca dövlətimiz olacaq, mütləq o. Deyir, nəyə görə deyirsən? Deyirəm, oğul, sən onu sonra bilərsən, hələ olmaya bilər. Gəldi 89-90-cı illərin inqilabları, mən onu zaddan əl çəkdirəmirdim, o meydanlara gedirdilər, uşaqlar hamısı gedirdilər. Deyir, sən Sovet dövlətinin yıxılmağını bilirdin, sənin barmağın var burada. Oğlumu bu günə qədər başa salamıram ki, vallahi mən kimim? Deyirəm, ay oğul, bu imperiya sözü ədalət, deyir, Osmanlı imperiyası 600 il yaşadı. Dedim, oğul, imperiya ilə ədalət sözü bir yerə yaraşmır. O bir yerdə olmaz. Amma o Osmanlı imperiyası çox ədalətli idi. Gedirdi İspaniyanı işğal eləyəndə deyirdi, mənim vergimi ver, nə qulluq edirsən elə, nə işlə məşğul olsan, ol, işini gör, amma mənim nəyimi verməlisən, vergimi verməlisən və s. Heç kəsin xətrinə dəymirdi. Bu ədalətlidir. Bəli. Son olaraq soruşum. Ölkədə bugün sosial-iqtisadi böhran var, ciddi problemlər var, siyasi baskılar var. Siz bir vətəndaş olaraq, bir ziyalı olaraq bunları görürsünüzmü? Necə təsir edir sizə? Siz çox xahiş elədik ki, biz yalnız tibdən danışacağıq. Mən həkiməm, mən siyasətçi deyiləm. Siyasətçini çağır, siyasətçiyə sual verməm. Amma 2013-cü ildə siz Cəmil Həsənli ilə bağlı çıxış eləmişdiniz ki, dövlətçilik əleyhinə çağırış edir. Bir ziyalı üçün normal hərəkət deyil. Mən sizin bu fikirlərinizi xatırlayıram. Mən sizə, xeyr, mənə hətta demişdilər ki, yazmışdılar ki, Rəşid müəllim Cəmil Həsənlini tanımır. Xeyr, mən demişdim ki, Azərbaycanda ən mükəmməl, böyük professor varsa, alim varsa onlardan biri və birincisi Cəmil Həsənlidir. Azərbaycanda bəlkə elə adam yoxdur ki, gelib xaricdə neynəsin, mühazirə oxusun gəlsin, leksiya oxusun gəlsin. Yoxdur elə adamlar bəlkə, 1 nəfər, 2 nəfər, 3 nəfər ola bilər. Onun biri də Cəmil Həsənlidir. Dedim, ancaq mənim şəxsi tanışdığım yoxdur ondan. Yəni, salam əleykumuz yoxdur. Yazıqlar, Rəşid müəllim Cəmil Həsənlini tanımadı. Bu sizin, yəni müxbirlərin düzəltdiyi işlər budur. Bax xanım, insanlara qarşı qoyursunuz siz. Düz eləmirsiniz siz bunların hiçbirini. Necə yəni tanımır? Mən ağzımda deyirəm, bunu kimi professor yoxdur, bunu kimi dünyada adam yoxdur, bunu kimi alim yoxdur. Amma şəxsi tanışdığım yoxdur. Salam əleykum, mən onun yanına geçsəm, mən onu televizordan tanıyıram, qəzetlərdən tanıyıram, fikirlərindən tanıyıram. Bunları tanıyıram. Amma bunların deyilməyi ayıb şeydir. Dəyərli Kanal 13 izləyiciləri, bu dəfəki qonağımız Tibb Universitetinin dosenti Rəşid Mahmudov idi. Siz müzakirə etdiyimiz məsələlərə bu dəfə onun baxış bucağından baxdınız. Bizi izləməyə davam edin.